Zərifənin gözləri önündə elə hey bircə şey canlanırdı. Tut ağacı. Yetişmiş ağappaq tutlarla dolu qocaman qədd-qamətli ağac. O, bu bal kimi şirin, ağıza qoyulan kimi əriyən meyvələrin dadını damağında aydınca hiss edirdi. Başqa heç nə barədə düşünə bilmirdi. Fikrində yalnız və yalnız tut ağacı idi. Rayondakı evlərinin həyətində bitən tut ağacının tayı bərabəri yox idi. Onun uzunsov, iri meyvələrinin şirinliyindən doymaq olmurdu. Uşaq vaxtı tut dəyəndə onlar az qala hər gün tut çırpar, meyvəsindən qonşulara da pay verərdilər. Qardaşı Fikrət ağaca dırmaşar, iri paya ilə budaqları çırpardı. Zərifə, Reyhan, Əminə, Zemfira və Mehdi ağacın altında anasının tut çırpmaq üçün bezdən tikdiyi böyük yelkənin uclarını tutub, yetişmiş tutların dolu kimi yağacağını intizarla gözləyərdilər. Tut töküləndə onların sevinc qarışıq qışqırtıları bağı başına götürərdi. Tutlar onların başlarına, boyunlarına dəyər, şirəsi axardı. Tut çırpılıb qurtaranda anası onu böyük siniyə boşaldar, ağacın altındakı dəyirmi stolun üstünə qoyardı. Hamı səs-küylə sininin ətrafına yığışardı. Ən tez əlini uzadan bir qayda olaraq Zərifə olardı. Bu isə həmişə böyük gülüşə səbəb olardı. Evin qalan uşaqları səhərdən axşamadək quş kimi ağacda budaqdan budağa tullandıqları halda Zərifə yalnız əli çatan budaqlardan tut yeməklə kifayətlənərdi. O, ağaca dırmaşmaqdan qorxardı. Bütün günü ağacın altında olar, nə qədər tut yesə də doydum deməzdi. Bu meyvəni bu qədər sevməsinə baxmayaraq, hələ bir dəfə də olsun ağaca dırmaşmamışdı. Bəzən əlinə yetişmiş tut keçməyəndə uşaq kimi kalları dərib yeyərdi. Bu isə hər dəfə gülüşə səbəb olardı. Bacı qardaşları hər dəfə onu ağacın altında görəndə bir qab götürüb ağaca çıxar, onu meyvə ilə doldurub Zərifəyə verərdilər. Zərifə də ləzzətlə yeyərdi. Nə olar, bircə dəfə ağaca çıx da, ay Zərifə, deyə ortancıl bacısı Reyhan onu ürəkləndirərdi. Gör buradan küçəmiz nə gözəl görünür. Nədən qorxursan axı? Qorxma, vallah çıxmamısan deyə səni bir təhər görünür. Bir dəfə bismillah eləsən, sonrası asan olacaq. Lakin sakit təbiətli, az danışan, mehriban və utancaq Zərifə heç nə deməzdi. Amma qıpqırmızı, totuq yanaqları biraz da allanardı. Reyhan isə ona sataşmaqdan ləzzət alardı. Uşaqların hərəsinin öz budağı var idi. Onlar hələ balaca ikən ataları demişdi. Ağacın 6 budağı var, mənim 6 övladım. Buna görə də hər budaq bir uşağımdır. O, zarafatla budaqları onların arasında bölmüşdü. Ən uca budağı Fikrət özünə götürmüşdü. Ondan altdakı budaq Reyhanın idi. Qalan budaqları da uşaqlar aralarında beləcə bölmüşdülər. Heç kəsin ixtiyarı yox idi ki, icazəsiz başqasının budağından tut dərib yesin. Zərifənin budağına gəldikdə isə o, hamıdan ötürü ortaq idi. Kim istəsə onun budağına dırmaşa bilərdi. Reyhanın budağı 1-2 il sonra birdən-birə o qədər uzandı ki, uşaqlar, ən çox da Fikrət buna paxıllıq eləməyə başladı. Bəzən heç nə üstündə elə ağacdaca dalaşardılar. Adətən ağaca ən çox dırmaşan Reyhan olardı. O, çox vaxt tut yemək üçün deyil, eləcə dəcəllik etmək üçün bunu edərdi. Meymun kimi o budaqdan bu budağa, bu budaqdan o budağa tullanar, bacı qardaşlarını cırnatmaqdan həzz alardı. Ağappaq, şirəli tutların dövranı qurtarıb, onlar ağacda kişmişə dönənə kimi Reyhanın kefi kök olardı. Hərdən valideynləri də tut dərmək üçün barıya dırmaşardılar. Bir dəfə səhər tezdən anasının ağaca dırmaşıb tut yediyini görəndə bu Zərifəni xeyli təəccübləndirmişdi. Anası isə gülüb demişdi,
Burada təəccüblənməli nə var axı? İstəsən sən də çıxa bilərsən. Beləcə günlər aylara, aylar isə illərə calanmışdı. Onların hamısı ev eşik, oğul uşaq sahibi olmuşdu. Ancaq bu evin illər boyu dəyişməyən gözəl bir ənənəsi hələ də davam edirdi. Hər il tut yetişəndə uşaqlar harda olsalar da mütləq məzuniyyət götürüb özlərini ata evinə çatdırırdılar. İmkan tapmayanda isə heç olmasa 1-2 günlüyə rayona gəlirdilər. Həyət bacanı nəvələrin şən səsləri bürüyəndə ata-ananın nurani sifətlərini bəxtiyarlıq ifadəsi bürüyərdi. Onlar balacaların qulluğunda dayanmaqdan usanmaz, onları əyləndirməkdən yorulmazdılar. İllər ötdükcə Zərifəgilin uşaqlıq əyləncələri yavaş-yavaş öz yerini gündəlik qayğılara verirdi. Hamı dəyişmişdi. İllər bircə Reyhanı dəyişməmişdi. 2 uşaq anası olmasına baxmayaraq, Bakıdan gələn kimi heç evə keçməmiş, əlindəki bağlamaları darvazanın ağzında qoyub, əvvəlki həvəslə, əvvəlki cəlliklə ağaca dırmaşardı. Yetişmiş tutları bir-biri dərib ağzına aparar. Zərifə burada olanda isə köhnə adəti üzrə ona acıq verərdi. Ancaq bacısına bir nimçə tut dərmədən heç vaxt ağacdan düşməzdi. Son bir neçə ildə tut mövsümündə uşaqların heç biri rayonda olmamışdı. Qocalar hər dəfə yetişmiş tutların ağırlığından əyilmiş budaqları görəndə kövrəlirdilər. Qonşu uşaqlarını çağırırdılar ki, heyifdir, tutlar yerə tökülür, gəlib yeyin. Uşaqların şən səsləri həyəti başına götürəndə onlar köks ötürürdülər. 6 uşaq böyüdəsən, amma biri də yanında olmaya. Bu qəmli fikir tez-tez hər ikisinin ürəyindən keçirdi. Talelərindən gileylənməyə onların ixtiyarı yox idi. Övladları öz gücləri ilə oxuyub təhsil almışdılar. Hamısı da özünə görə vəzifə sahibi olmuşdu. İnsafən 6 uşağın 6-sı da ayrı-ayrılıqda onları dilə tutur, öz yanlarına çağırırdılar. Amma bununla belə başa düşürdülər ki, qocalar üçün 50 ildən çox müddətdə ömür sürdükləri bu evdən, bu doğma ocaqdan ayrılmaq çox çətindir. Bu ümumiyyətlə mümkün olan şey deyil. Son günlər bu barədə düşündükcə Zərifə ürəyində nə isə bir sıxıntı, narahatlıq hiss edirdi. O, ata-anası, doğma evləri üçün elə darıxırdı ki, mənzil başına nə vaxt çatacağını səbirsizliklə gözləyirdi. Tut ağacı üçün onun burnunun ucu göynəyirdi. 3 il idi ki, Zərifə həyat yoldaşı ilə qonşu rayonda yaşayırdı. Hər ikisi həkim işləyirdi. Həyətlərində 2 böyük tut ağacı var idi. Lakin bu ağaclar Zərifənin ata evindəki tut ağacının yerini vermirdi. İl boyu bacı qardaşları ilə şərtləşmişdilər ki, hamılıqla bu il məzuniyyətlərini iyulun ortalarında götürsünlər. Heç olmasa bu dəfə doyunca tut yesinlər, uşaqlıq xatirələrinə dalsınlar. Uşaqlıq sevinclərini yenidən birgə yaşamaq istəyirdilər. Övladları, nəvələri üçün darıxan, qocalıqlarını ikilikdə keçirən valideynlərinin tənha həyatlarını səs-küylə, qayğılarla, xoş həyəcanlarla bölüşmək qərarına gəlmişdilər. Zərifə neçə vaxt idi ki, bu günün intizarı ilə yaşayırdı. Tut ağacı ondan ötürü çoxdan ağaclıqdan çıxmışdı. O, doğması, əzizi, ciyər parası kimi cəlb edirdi onu. İndi də ürəyi ən çox tut ağacı üçün darıxırdı. Bu dəfə özünə qəti söz vermişdi ki, mütləq ağaca dırmaşacaq. Özü də Reyhanın budağına. Orada bolluca tut yeyəcək, hələ üstəlik bir nimçə dərib Reyhana da verəcək. Anası məktubda ona yazmışdı ki, Reyhan artıq rayondadır. Özü də hamilədir. Bu xəbərə çox sevinmişdi. Bu sevincinin bir səbəbi də o idi ki, Reyhan bu dəfə ağaca çıxa bilməyəcəkdi. Deməli, onun yerini özü tutmalı idi. Ondan acıq çıxmalı idi.
Zərifə uşaqlıqdakı qorxaqlığı üçün özünü çox danlamışdı. Evdə daim gülüş hədəfi olduğu üçün özünə çox acığı tutmuşdu. İndi nəhayət qorxaq sözünü bir dəfəlik üstündən götürəcəkdi. Zərifə avtobusdan necə düşdüyünü, evlərinəcən olan uzun yolu necə qət etdiyini, böyük yol çantası ilə darvazadan içəri necə girdiyini bilmədi. Birdən elə bil onu ildırım vurdu. Həyətin sol tərəfində yaraşıqlı 2 mərtəbəli evlərinin qarşısındakı əzəmətli, qocaman tut ağacının yerində bir quru kötük qaralırdı. Zərifə elə sarsıldı ki, qapının ağzındaca daşın üstünə çöktü. Sinəsindən boğuq bir hıçqırıq qopdu. O, heç vaxt belə yanıqlı ağlamamışdı. Hönkürtü səsinə ata-anası və bacısı Reyhan qapıya çıxdılar. Atası qəhərlə: "Tut ağacı həsrətdən qurudu, qızım," dedi. "Son vaxtlar sizin üçün yaman qəribsiyirdi. O da canlıdır axı." "Hə, ata, biz çox pis uşaqlarıq. Ona biganəlik elədik." Zərifə bu sözləri hıçqıraraq dedi və atasının boynuna sarıldı.